Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titriyəcəkdir. Ya da ki, göydə olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydim mənim onları həlak etməyim necə oldu? Məyər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O hər şeyi görür. Ya da mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadılar. Ya da O öz ruzusunu kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər. Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?